Və bu Ayətullah Səbzəvari ağanın da İmam Zaman ağa ilə görüşməsinin dəlili, sənədi, sübutu onun vəsiyyətnaməsində yazılıbmış. Özü yazıbmış ki, ümumiyyətlə bütün hər bir müsəlman şəxsin vəzifə borcudur ki, öz vəsiyyətini ya kiməsə şifahi şəkildə desin və yaxud da yazılı şəkildə evdə rahat tapılacaq bir yerdə qoymalıdır ki, dünyasının qəfil dəyişsə, onun vəsiyyəti tapılsın və vəsiyyətinə əməl olunsun. Və məlumdur ki, şəri cəhətdən də vəsiyyətnamə Allahın buyurduqlarına əsasən olsa, vəsiyyətə əməl etmək vacibdir. Əgər əksi olsa, buna əməl etmək icazəli deyil. Və hətta bəzi vəsiyyətnamələr var ki, harama meyilləndiyinə görə ona əməl etmək haramdır belə. Və Ayətullah Səbzəvari ağa da dünyasını dəyişəndə ağanın başının altından balaca bir məktub tapılır, bir vəsiyyətnamə tapılır və onun yanında da balaca bir üzük var idi. Ki, həmin o ağanın vəsiyyətnaməsini açırlar, məktubunu açırlar, oxuyurlar. İndi hər nə yazılmışdı, nə istəyi var idi, sözüm onda yox. Əsas məsələ bundan ibarət idi ki, ağa yazmışdı ki, bu məktubun yanında olan bu üzüyü mənə zamanənin imamı, İmam Məhdi Sahibə Zaman ağa hədiyyə eləyib. Salavat zikr eləyək. Allahümmə salli əla Muhammed